Siz deşikli tapiska giyinəndə mən basanoşkada gəzirdim qardaş. Maşallah, maşallah. Sabo yoxsa basmaz. Yox, basanoşkalarda yerdi. Kişilər üçün basanoşkalar var idi, onları da gəzirdim. Neçə yaşından işləyirsiniz? 10-cu sinifdən belə deyim. Aha. Getdim qap pəncərə işini öyrənməyə sənətim. İlk maaşım 15 şirvan idi. İndiyəcən yadımdadır. Gətirdim, qoydum stol üstünə. Şu bir qəpiyinə də dəymədi. Paponda işləmirdi. Rəhmətli. Sonra ancaq mama götürdü o pulu. Bilmədim o pulun aqibətini oldu. Amma mən dəymədim o pulu. Birinci maaşım oldu. 15 şirvan. Mənim də ilk maaşım o qədər olub. Hə. Amma şeylə vermişlər. 1000 manatlıqlarla vermişlər. 150 dənə. Məndə bir dənə 50 minlik, 10 dənə 10 minlik vermişdilər. Mənə bir sən nə gəlirdi? O 50 minliyi axıracan saxlamışdım da ki, diyanda görək. Sonra gördüm ki, bir həftədən sonra əlvi onu da atırsan. Yox, mən vəbşi üzünü görmədim. Sən heç üzünü görməmsən. Yalan deməyim də, mən maaşımı aldım, qoydum cibimə, mindim avtobusa. Gəldim, düşdüm evin yanında və evə qədər, bu vaxta qədər girmədiyim dükanlar var idi ya ki, bunlar bahadır, filandır. Bir-bir başladım onlara girməyə, bildin? Bunlar da baxır təzə müştəri gəlib, amma yenə də heç nə ala bilmirəm ha. Amma özünü bir balaca daha belə şey hesab edir. Arxayınsan da cibində pul var axı. Özümə bir sən nə almışdım o maaşdan? Özdə qəribə bir şeydi ki də, indi də sözün açığı üstümdədir. Nədir? Ayaqqabı? İnanırsan birinci maaşımdan özümə ayaqqabı necə ayaqqabı almışdım? O deşikli ayaqqabı olur ha. Nəfəs alan. Belə deyək, nəfəs alan. Mən çünki mən də iyul ayına təsadüf eləmişdi də, bu ayda idim o. Mənim təsəvvürümdə işləyən adam özünə birinci növbədə deşikli ayaqqabı almalıdır. O dayday ayaqqabısı deyirlər. Ayağın nəfəs almalıdır. Yəni birinci maaşı başa düşdü, verdi evdəkilərə. İkinci maaş. Nə oldu? Player aldım, player özümə. Nə player? Kasetli player o vaxt aldım. Sony. Linda'ya qulaq asırdım ən çox onda. Nəyə? Linda o vaxt. Linda oxuyur. Ya var ona, ya var ona. Mən amma ilk playerimi alanda Enigma kasetini almışdım. Görürsüz sizə qoşula bilmirəm, çünki biz imkanlı olmuşuq. Kaset çıxıb, kaset bizdə olub. Musiqi mərkəzi olub. Yəni elə bir dərdim olmayıb da. Yəni ki, o baxımdan ki, deyim ki, sizə ki, Linda da olub, Enigma çıxan kimi bizdə olub. Yəni ki, heç cür belə bir rəvayət. Allah bol eləsin, nə deyirəm vallahi. Tək axıradan belə olsun, dəyişməsin. Amin inşallah. Şey oxşadı, elə Bilir nə deyir. Duaya oxşamadı, tək axıra kimi belə olsun. Allah işimizi avandırırsın. Allah mənə o qədər ruzi qismət eləsin ki, yəni ki, bir 3 mərtəbəli bir dənə villa. Amin inşallah. Amin hektar ərazidə sizi çağırım ki, qap pəncərənlə doldurasınız. Olsun, mənim gözüm üstə atmasınız. Təşəkkür edirəm. Sağ olun, var olsun.